Herkese salam, mən Jakras. Yenə də leç kasmağa davam edirik. Amma ki, təəssüflər olsun ki, davamlı video paylaşa bilməmişəm ilk videonu paylaşdığım vaxtdan. Amma bundan sonra ümid edirəm ki, hər şey yerli yerində olacaq. Deməli, bu dəfə birinci deprem oynayırıq, amma Devsklet versiyasını. Ki, özüm bu versiyanı çox bəyənirəm. Normalda mənim əsas dəstəm Logbaitə yaxın bir dəstə var. Keçən videomda oynadığım. Burada eybi yox. Darta da reaksiya verə bilmədim deyə elə saldım ki, eybi yoxdur. Bir-iki dənə vursun. Deməli, Devskletlə başlamaq biraz əslində yüngülvari təhlükəlidir. Çünki adamın əlində nə var, nə yox bilmirəm. Əla, fişəçini qoruduq. Bir dənə vur. Güzel. Özəlliyini çıxartmağı yaxşı oldu. Prosta bunun özəlliyi təzdən də olacaq. Devskletdə biraz boşa atmamış olduq. Yəni, oxları atıb qoruya bilərdim, amma iksir baxımından pis vəziyyətə düşəcəkdik deyə skelet ordusu üçün oxlar. Əslində 1x-də bu topa girmək lazım deyil. İndi biz bir qələt elədik. Ay. Hamısı o oxlara görə idi. Deməli, rəqibin əlində nə var? Bir iksir boş-boşuna işlətdi deyə bilərəm. Oradan biraz iksir karını itirdi. İndi bunu belə atıb deprem atanda skelet ordusu atsa, bunu atsa da yenə də onlar ölür. O baxımdan indi qabaqda olduğumuz oyunu bəlkə çevirə bilərik. Devskleti dibinə atıram. Bura oxlar, çünki ölən deyil. Deməli, özəlliyi atacaq deyə Devskletləri qabaqdan atdım. Başqa əlində hələ ki birinci ata biləcək bir şey yoxdur. Yəni, ya skelet ordusu, ya da ki çetə kimi bir kart. Çünki ikisi də əlindən çıxıb. Prosta, indi bu dəqiqə çetə əlindədir. Yəqin ki ortadan çetə basar. Ya da ki skelet ordusu çetini atdı. Güzel. Bayaqki səhv eləməsəydim əslində, indi bu dəqiqə bu vəziyyətdə deyildi oyun. Çoxdan oyunu qurtarmışdıq. Evrimli Tesla. Əvvəlki evrimli Tesla daha güclü idi. Amma zəiflətmə gəldi. Həm çıxanda şok dalğası atırdı, həm bağlananda. Defansif binici. Hasarda qabaqdayıq əslində. Birinci bir dənə vur. Əla. Oxlar. Ortadan çetə ata bilər. Yoxsa yox, əlində deyil. Tam bu gələndə əslində atacaqdım. Əla. Yenə Devsklet. Bu arada skeletləri qəşəng atmışıq. Özəlliyi boşa getdi. Skelet ordusuna görə oxlar, amma adam skelet ordusunu başqa yer işlətdi. Skeletlər arxaya, özəlliyə görə əla. Yine Tesla.
Bomba çox super orada oturdu. Prosta adam belə baxıram ildırımlardan çevirəcək. Dev skelet. Keşke qabaqdan atsaydım onu. Biraz da defans. Hafifçe oyunu aldık. Bayaqki səhvimə görə əslində oyun bu qədər uzandı. Mən normalda 2x-ə girəndə oyunu udmalıydım. Neyse, əsas adı uduzmadıq. Növbəti oyuna keçək. Deməli, rəqib 9 ildir ən azından hesabı var. Biraz oyuna gec başlamışıq deyə sıralamada olan adamlarla oynaya bilmirik. Depremi niyə atdım? Çünki mızraqlıya da tərzən kart atmaq məcburiyyətində qalacaqdıq. Nə dedim, deprem atan həm mızraqlılar təmizlənsin, həm binici kuleyə vursun. Bura hələ ki kart atmağa ehtiyac yoxdur. Dev skeletin bombası buz büyücünü vurar mı? Əla. Şeyçini də buradan atırıq. Tesla'ya gəl. Şeyçinin qabağına binici. Çaşçı mızraqlılar kuleye vurmasaydı ama olsun. Yəni 1x-də əslində bu dev skeletin olmağı yəni bahadır axı 6x-dir. 1x-də adama əziyyət verir, amma sonradan oyun açılır deyə bilərəm. Tüh, bir şeysini qoruya bilmədik. Yəqin ki qabağına donuzlar atar. Onun üçün Tesla buz ruhuna tullansın, sonra buz ruhu bunu dondursun, bir dənə də oxlar bura. Ev yox. Biraz hasar yedik. Problem deyil. 2x-ə keçsək daha rahat olar deyə düşünürəm. İndi birinci deprem eləyə bilərik. Skeletlərlə heç olmasa bir-iki dənə vuruşu boşa çıxardaq. Sonra Tesla ortada qalanda da biz arxadan skeletdən çıxaq. Buz ruhu, evrimli bu kartın olmağı çox pis oldu. En azından kuleye vura bilmədi deyə biraz xoşbəxtəm. Əks tərəfə binici deprem. Kuleni qəşə yerə atdı. En azından təxmin eləyə bilmədim. Ay ay ay. Bu uçan donuzlar konkret başa bəladır. Qoru. Şeysini qoru. Allah. Əsas məsələ şeysini qorumaqdır. O da ki, öldü. Bu oyun nəsə biraz gediciyə oxşuyur. Adam yenə donuzlar plus ildırım atacaq. Tesla'nın qapanmağı yaxşı oldu, yoxsa donuzlar gələcəkdi. Tesla'nın orada olmağı imkan vermir. Misal üçün, orada
Birincini atdıq, dəstəni tez bazar çevirək. Sağ tərəfə bir balaca spam. 3x-ə girmişik kakras. Aha, все. Qabağa kəsdi, bir dənə vur. Əla. Birinci gələ bilər indi. Amma ildırım ata bilər adam. 2. Əla. Oyunu aldıq. Yəni adam bizim kulenin canı 2000'ə düşürdən də. Adamın kulesinin canı 4000 idi. Mən onun üçün dedim ki, oyun ola bilsin, gedicidir. Amma əla. Çevirə bildik. 3x-də bu dəstə bir dənə yaxşı tərəfi odur ki, dev skelet spamlayırsan, misal adamın defans kartları da bombaya görə ölür. O da ki, imkan vermir ki, defans kartları yığılsın, sonra arxadan yenə binici dev skelet atanda adamın əli qolu bağlanır. Arxadan dev skeletlə çıxaq. Amma bunun vuruşunu almaq istəmirəm. Ona görə fişəkçini atdıq. Düzdür, qabaqdan getdi, amma olsun. Oxlar atmaq olarmı? Yox. Oxlara ehtiyac yoxdur. Deməli, buz ruhunun ortaya çəkək. Yəqin ki, binici gələcək. Binici üçün Tesla. Amma deprem. 2, 3. Rəqibin kulesi nə idi? Top. Deməli, standart binici deprem plus mənim binici depremim. Görək hansı udacaq. Yəni, bu ehtimal oyun məndədir ki, mən neçə dəfə bu eşləşməni oynamışam. 10-dan 9-unda demək olar mən olmuşam. Amma yenə də rəqibdən də rəqibə fərq var. Tesla. Deprem gələ bilər. Bir tık sağa atmalıydım, amma olsun. Gəlmədisə lap əla. Oxlar fişəkçiyə. Əslində atmaya da bilərdik. Adam dəstəni çevirir tez bazar. Biz də çevirdik. Amma eksirsiz qaldıq. Bir dənə vur heç olmasa. Əla. Yenə dəstəni fırladır ki, binici atsın. Amma bu dəfə Tesla əlimizdədir. Qəşəy, 3x ziyana getdi. Uy. Kuleye qəşəng hasar verdi də birinci aradan çıxa bildi. Binici vur. Başqa şansımız yoxdur. Əla. Binici gələcək. Onun üçün Tesla. Fişəkçi. Binici. Deprem. Kuleye vurdun. Əla. Bütün oyunlarda nəfəsimi tuttum. Çox belə qəribə video gedir hal-hazırda. Okay eləyib play again eləyəymi? Düzdür, çox da yuxarıda deyilik hal-hazırda, amma bir pillə də qalxaq. Deməli, videodakı sonuncu oyunumuzu da oynayaq.
Ondan sonra bağlaya bilərik. Rəqibin ateş topunun olmağı biraz əslində qanımı qaraltdı. Kuleye vurmasın diye dev sklet attım. 6 iksir bir dənə hasarı yeməyim deyə attım. Biraz gözlədirəm oxları, çünki fişəkçinin yanına nəsə ata bilər çərçöp kartdan. Atdı. Qoy oxlar onu təkləsin. Misal üçün çete olsun ya nə bilim başqa bir defans kartı olsun. Ya sırf onu atmasın deyə, yəni atsa belə ölsün deyə oxları biraz gec attım. İndi mini pekkası yoxdur yəqin əlində. Mini pekkası yoxdursa kule oynama ihtimalı bilmirəm nə qədərdirsə. Bəli. Kule oynama ihtimalı yox imiş. Amma bundan cəhənnəm kulesi də çıxsa şaşmaram da yəni. Deməli. Bunu tullandırırıq bura. Arxaya dev sklet, bura skletlər. Bir balaca fail elədik. Bunun qabağına birinci atırıq. Dev sklet çaşdırdı məni. Yoxsa tam da dibə atacaqdım. Yəni bir balaca qabağa atdım ki, birdən görməz, eləməz. Amma onun şotuna ana kuleye gəlmədi. Yox, gələn dəfə aça bilərik. Amma 1x-də açmaq daha rahatdır elə. Nəinki 2-3x-də. Çünki 2-3x-də çox rahat doldurur Mega Şövalyenin arxasını. O da ki, bizə problem yaşada bilər. Yarasa atdasa Mega Şövalye atacaq deyəcəkdim, amma sağ olsun mən deməmiş həll elədi. Mega Şövalye bu gün görək öləcək. Bir dənə də kuleye vurdu. Amma olsun, sol tərəfə biz qəşəng hasar vermişik də, bu da sağ tərəfə qəşəng hasar vermişik. Rəqib də sol tərəfə qəşəng hasar verəcək. Yəqin ki, oraya yarasa atar. Onun üçün buz ruhunu atmışdım, amma olsun, bu da olar. Uy, kulede dev skletlər. Bu oyun aslında bir balaca faillə oynadıq, amma olsun. Qəşəng oyun idi. Sağ olun, özünüzə yaxşı baxın.